Fermerlər aqrar kreditdən yararlana bilməməkdən gileylənir. Kredit şərtlərinin çox ağır olduğunu deyən fermerlər bu şərtlərin müəyyən qədər yüngülləşməsini istəyir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi isə çıxış yolunu kənd təsərrüfatı kooperativlərinin və bu sahə ilə məşğul olan sığorta fondunun yaradılmasında görür və verilən məlumata görə məhz bu layihə kənd təsərrüfatı strategiyasında öz əksini tapıb. Bakıda ev olsun, 2 kilo qızılın olsun, adamın olsun, o da yoxdursa deməli sən verilə bilməsən. Söhbət kreditdən, daha dəqiqi aqrar kreditdən gedir. Əgər fermer öz təsərrüfatını genişləndirmək istəyirsə, adı çəkilən şərtlərə boyun əyməlidir. Əks halda kredit götürmək şansı sıfıra enir. İstədik ki, güzəştli kredit alaq, sənədlərimizi iraqladıq, rayondan ev tələb elədilər bizdən. Onun da sənədlərini iraqladıq, hamısını gəldilər, çəkiş apardılar, fondun da nümayəndəsi gəldi. Bilmədim, bankın öz problemi idi, nə idisə bizim belə deyək, bugünkü gündə gözləyirik hələ. Deyirlər şəhərdə girovun olsun, nə biləm, bu sənədi topla, o sənədi topla, böyük çətinliklərlə o sənədləri toplayırıq, əldə edirik, banka təqdim edirik, limit yoxdur, müəyyən o biri kvartalda olacaq, ilin axırıdır, təzə ildə olacaq. Fermerlər təsərrüfatlarını genişləndirmək istəyir, yaradılan şərtlər isə buna imkan vermir. O öhdəmdə olan torbağı mən 10 hektarın, 15 hektarın həmin əkirəm öz gücümə və əgər mən o kreditdə ala bilsəm, o 80 hektar, 90 hektar torpağın hamısını əkərəm. Bu da məhsul istehsalı deməkdir. Məhsul istehsalı deməkdir, gəlir əldə eləmək deməkdir. Bankların girov tələbinin mövcudluğunu problem kimi dəyərləndirən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi çıxış yolunu kənd təsərrüfatı kooperativlərinin və bu sahə ilə məşğul olan sığorta fondunun yaranmasında görür. Artıq bu layihə kənd təsərrüfatı strategiyasında öz əksini tapıb. 200 min manata kimi kredit götürə bilər. 10 illik faiz dərəcəsi 7% kimidir. Elə olur birdən banklar öz marjasını azaldaraq yaxşı 6% ilə də verə bilirlər. Maksimum müddəti 5 ildir, maksimum güzəşt müddəti 2 ildir. Belə bir işlər aparılır ki, bu qaydalarda da biz mümkün qədər dəyişiklik edək, biraz proseduru sadələşdirək, əsas istiqamət kimi götürülsün kiçik və orta fermer təsərrüfatları. Qeyd edək ki, agentlik tərəfindən 2007-ci ildən etibarən 2059 nəfərə 85 milyon manat güzəşli, yəni 7%-lə kredit verilib. Bu il isə 20 milyon manat kreditin verilməsi gözlənilir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında sahibkarlığa kömək milli fondu isə bu ilin ötən dövründə 874 sahibkara 28,1 milyon manat güzəşli kreditlər verib. Fonddan isə bildirdilər ki, sahibkarlar ev əvəzinə girov kimi öz təsərrüfatında qoya bilər. Özlərin investisiya layihələrinin, özlərinin ideyalarının reallaşdırmaq üçün kifayət qədər özlərini təqdim edə bilməməsidir ki, biz də çalışırıq ki, fermerlərin bu sahədə biliklərini artıraq. Aytən Əhmədova, Aydın Yavərzadə, ATV Xəbər.